Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda belə bir 2 mərtəbəli, sənədləri tam qaydasında olan 6 otaqlı həyət evi satışdadır. Ev çox gözəl, yüksək səviyyədə keyfiyyətli tikilisi var. Çox gözəl zövqlə təmiri var. Evin üst görünüşü, evin yan tərəfinə və arxa tərəfinə keçməyə yeri var. İsitmə sistemi, kombi sistemidir. Belə bir geniş həyəti qalıbdır ki, orada darvazası, belə bir neçə maşın rahatlıqla həyətinə yerləşir. Qaz, su, işıq xətlərinin hər biri çəkilib, trap xətti çəkilibdir, kanalizasiya sistemi mərkəzidir. Həyətinə göründüyü kimi daş döşənib. Bir də o evin üst görünüşünü göstərim. Pəncərələr də şəbəkə sistemində yığılıbdır, ev kürsülüdür, zirzəmisi var. Evin bax bu yan tərəfində də burada da belə bir yeri var və zirzəmiyə də keçmək üçün də yer saxlanılıb, orada yeri qoyulub. Və evə daxil olduqda belə bir geniş dəhlizi var. Belə bir geniş dəhlizi, ikinci mərtəbə qalxmaq üçün pilləkəni, bax belə çox geniş bir dəhlizdir. Birinci mərtəbə istilik sistemidir. Burada da belə bir geniş yer saxlanılıb ki, burada da rahatlıqla bir şkaf yığmaq olar ki, yəni qapıdan içəri girəndə paltarları, asmalı ayaqqabıları qoymaq üçün. Bura mətbəxidir, geniş bir mətbəxdir. Kifayət qədər geniş bir mətbəxdir. Metal kafelli, döşəmə birinci mərtəbədə qeyd etdiyim kimi istilik sistemidir. Enli pəncərəsi var. Kondisioner üçün işıq xətti çəkilib, kondisioner üçün yeri var, hazır vəziyyətdədir. Hər bir otaqda bu qoyulubdur. Burada isə zal otağıdır. Belə bir gözəl, zövqlü, təmiri, döşəməsi taxtadır, lak vurulub, geniş bir zal otağıdır. Çox genişdir zal otağı. Otaqların da, yataq otaqlarında hər biri çox genişdir. Belə bir zal otağı. Qapılar da çox gözəl, keyfiyyətli taxta qapılar qoyulub. Pəncərələr də göründüyü kimi belə bir geniş, enli pəncərələr qoyulub. Otaqların da qapılarının hər biri dəhlizə açılır. Burada isə yataq otağı. Birinci mərtəbədəki bir otaq. Və bura pilləkənin altında belə bir boşluq saxlanılıb və burada isə kollektor yığılıbdır. Şimdi burası birinci mərtəbədə yerləşən hamam otağı. Metlaq kafelli. Birinci mərtəbə ilə tanış olduq. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə belə bir ikinci mərtəbədə də geniş bir dəhlizi var. Otaqlar çox gözəl, kifayət qədər geniş bir dəhlizdir. İlk öncə bax sol tərəfdəki otaqdan başlayaq. Bu da belə bir geniş yataq otağı. Qeyd etdiyim ki, otaqlar genişdir, çox geniş və işıqlı otaqlardır. Hər birinə gün işığı düşür. Mesela ikinci bir yataq otağı. Buradan balkona çıxışı, burada balkon yerləşir. Burada üçüncü bir yataq otağı. Evin də torpağında sənədləri tam qaydasındadır. İpotek ailədə bu evi asanlıqla əldə etmək olar. Bura isə dördüncü yataq otağı, ikinci mərtəbədə. Yəni ümumi 6-cı otaq. Sonuncu göstərəcəyim yer isə ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, bax belə bir geniş hamam otağı. Aksesuarlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Sənədlər tam qaydasındadır. Evin başlanğıc qiyməti 205 min manat deyilir. Real alıcıya endirim olunacaqdır.